Salam, axşamınız xeyir. Fishing TV kanalının izləyiciləri, abunəçiləri, əziz balıqçılar. Bu günləri mən Sədrəydə Delfi mağazində əldə etdiyim müəyyən mallar haqqında danışacağım. Azondan əldə etdiyim mallar haqqında, Temu'da əldə etdiyim mallar haqqında da danışacağım sizlərə. Mən sizə söz vermişdim ki, avqust ayı üçün inşallah flat feeder, bir də feeder balıqçılığı üçün müəyyən ləvazimat alacağım. Flat feederlə, feeder balıqçılığı ilə leş, oblayla, sazan nə olsa inşallah ki, nə gəlsə onu tutmağa çalışacağım və sizə də göstərəcəm. Söz verdim ki, karmışkalar aldım. Bu flat feeder inline versiyasında, inline də eləmək olar bunu. Gramajı da ki 60 qramdır. 60 qramlıqdır. Bu 70 qramlıqdır. Yeni firmandır. Bu da onun yem qapısıdır. Keçirdir üstünə. Sıxıldı. Və bunu buradan ayırırıq. Rezindir bu. Bu 2'dir. Bu bir növ 2 dənə karmışkadır. Yeni firmanın. Sonra karmışkamı ayrıca almışam, düzdür. Bunlar buna uygun gəlir. Burası Preston karmışkasıdır. Baxa bilərsiniz. Bu deməli 60 qramlıqdır. Kamera fiksasiya olsun kameraya. Bu 60 qramlıqdır. Sonra burada məndə belə bir 80 qramlıq da var. Bu da flat feeder inline versiyasıdır. Bu karmışkada bunlara uygun gəlir. Qoyduq. Üstünə kesit keçdi. Çıxartanda bizdes plasmas amma rahat bir şey. Burada prujina var. Bastınız bu. Karmışkanı itəlir qabağa. Bu bir versiyasıdır. Sonra feeder balıqçılığı üçün belə bir karmışkan əldə elədim. Deməli 80 qramlıqdır bu. Bunları Sədrəydə almışım və sonra Sədrəydən əldə etdim. Qruzlar. Bu 100 qramlıqdır. Və zəif spinning var, onun üstünə qoyacağım. Bu sırf leş tutmağa gedəndə vovlatmağa. Bu 130 qramlıqdır. Bu 120 qramlıqdır. Bir dənə 140 qramlığı var, o taze çamadandadır. 60'a bunları isə zaparda saxlayacağım. Sonra qarmaqlar əldə etdim. Mustad. Bu kifalçındır. Bu isə kütümə krevetka taxmaq üçün. Krevetka taxması bunun qırmağıdır. Görə bilərsiniz. 2 nömrə. Arxasında tikanlar da var ki, krevetka düşməsin üstündən. Bu bunun qırmağıdır. Bu da marskoy taxmağa kifalsını getirdim. Bu da mustaddır. Bu 4 nömrədir. Sonra ovner əldə etmişəm. Fudo. Bax. Fudodur. 6501. Bax budur. Bu 8 nömrədir. Sonra Fudo əldə etmişəm. 2 nömrəsini. Fudo bax budur. Bu 2 nömrədir. Ovnerdir bu. Sonra ovnerin onu bir baxa bilərsiniz. 4 nömrəsidir. 4 nömrəsidir. Sonra belə bir qırmaq almışam.
Bunlardan. Bana bu neçə nömrədir deyim sizə. Budur. Bu qırmada yoxlamaq istəyirəm. İnşallah oblaya mı, leşə mi? Bir də onun xırdasıdır. Qarmalarını qutardıq. Məlumatı verdik. Hansı qarmaları almışam delfindən. Sonra belə bir qab aldım. Baxa bilərsiniz. Kamera yaxınlaşdırım. Bunun içində polkaları var idi. Burada polkaları olur, onları çıxartdım. Buradakı da polkası olur, onu da çıxartdım. Baxa bilərsiniz. Bax, burada belə bir çizgiləri var. Qablar bunun içində nastroyka olunub. İstədiyi şeylər qoya bilərsiniz. Ondan əlavə bax, bu iki qab, bu iki qab, bax, buradaydı. Burada olurdu. Mesela bunu ayrıca sumkama ayrıca koyacağım bunları. Şurada pavudoklarımı koymuşum. Xırda qruz, pavudoklar, çöreği saxlamaq söyləyəcəm, sarıcıqlarım, qayçım, bunları söyləyəcəm. Göstərim sizlərə, bax. Aldım qırmaların çoxsunu buraya yığmışam. Tanıtım etmək üçün bəzilərini oraya qoydum ki, göstərə bilim. Şimdi bu iki dənə də belə bir qabı var idi. Bunun hamısı Delfi mağazindən alınıb. Bunlarla bu qədər. Şimdi sizə Temu'da əldə etdiyim qabı da göstərəcəm inşallah. İşlə əlaqəli hələ ki dənizə gedə bilmirəm. Siz onları asıl şeylər etməmişim. Bunu ise Temu'da əldə etmişəm. Amma Delfi mağazində bu günləri gördüm ki var. Bunu kifap padoklarımı qoymuşam onun içine. Bu da onun üstündə qalıb. İstəyirsiniz gətirdiniz bırak, bəlkə edirsiniz qalıb bunun üstündə. Eyni şey belə bir şey bunun içində var. İndi göstərəcəm sizə. Baxa bilərsiniz. Bunun üstündə qalıb bu qabın. Onu da deyim ki, belə bir funksiya bu qabda da var. İndi onu göstərim sizə. Baxa bilərsiniz. Düz bu karpı bu əddelsindir. Boylu bağlısın, boylular burada, qırmalar burada sallanıb qoşulur. Burada da sancanı birləşdirirsin, qalır burada. Boylu isə qalır bu hissədə. Yəni bunda da həmin funksiya var. Bundan Temu'da var. Temu'da deyim. Bundan Delfi mağazində var. Amma sadəcə Temu'dan zakaz verdim. Bu nəqəyə baxıb görürəm ki, bundan Sədrəydə Delfi mağazində var imiş. Lazım ola bilər. Qoyum sancaqları da yoru. Eyni bundan, hələ kopya bu, Delfi mağazində var. Keçək Azandan aldığım projektor deyim, balaca. Tripoda da bağlanabilir.
Ştatifə də bağlaya bilərsiniz. İstənilən ştatifə. Belə bir projektordur. 4 rejimdə yana bilir. Sonra burada əlavə knopkası var. İşığın daha halodlu rənglər, soyuq rənglər. Günəş deməli göylə sarının yanır. Bax bu artıq sarı yanır. Biraz zəif. Burada 4 variantı var. Ondan başqa burada qırmızı da var. Sos vermək üçün. İndikator da burada göstərir zərətqə nə qədər qalıb. Bunu əldə edəndə belə bir fanarları əldə edəndə biraz diqqətli olun. Deməli üstündə nələr gəlir buna? 2 dənə belə batareyka gəlib. Əslində 4 dənə gəlmədi, ikisi gəlib. Nəsə. 18650 3.7 volt 5200 mAh. Burada 5200 mAh yoxdur. Tutumu da odur yəni. Alanda belə bir şey əldə etsəz, mütləq dəyişin. Batareykaları dəyişin. Çəkilərini göstərəcəm. Bunun heç çəkisi yoxdur demək olar ki. Bu ağır. Bunu da var Delfindən almışım. Belə bir batareykalar Delfində satılır. Bu cürünə sonra ikisi bir-birinə parka olunmuş. Əlavə göy rəngsi var. Fərqli qiymətlərədir. Yəni kimdə o 20 manatlıq fanarlar zəifliyibsə göstərmir, işıq zəif verirsə və ya zərətqə pis getirirsə, bu batareykası dəyişilməlidir. Yəni istəsəz orada əldə edə bilərsiniz. Sıfırlandı. Dəmir çəkisinə baxın. 23 qram. Bunun çəkisinə baxın. 45 qram. Bax buna 2 dənə gedir eyni batareykadan. Mən də almışam. 6 dənə aldım elə bir. İkisini buna fanarsın. İkisini bir başqa fanarım var ona. İkisini zapas. Bunları sadəcə zərətqəsini yığıb, bunu qoymuşun zərətqə yıxsın polunu. Və siz onu hazır olsun. Üstəlik belə bir fanar alsaq, işlətmədiyiniz müddətdə batareykalar içindən mütləq çıxartın. Söndürmənin bir funksiyası da var. Onu da deyim sizə. Burada təpsi giriş vardı. Bunu buradan zərətqəyə qoya bilirsiniz. Üstəlik telefonunuz əgər zərətqəsi qutarıbsa, üstündə bunun əlavə kabeli var. USB-dir, çıxışı Type-C iləndir. Bunu qoyub powerbank kimi işlədə bilərsiniz. Yəni. Bunu az onda almışam, əldə etmişim. Amma onu da deyim sənə, sizlərə belə deyək də, bunu az ondan zakaz verib həftələrlə 20 gün, 1 aya yaxın gözləmək deyməz. Bundan irisi var. 30 neçə manat idi, yalan deyərəm, onu dəqiq adından çıxdı. Salihgildə telefon mağazası satılır. Sadəcə mən onu zakaz bu ilə gedib gördüm ki, orada var idi. Həm də kompakt olduğunu öyrəm, mən bunu seçib aldım, gətirdim şeydən. Az ondan. Deyindirəm, bu ştatifə bağlana bilir. Üstəlik, əgər palatkanız varsa, palatkaya girişi var, burada var idi. Burası da maqnitdir. %80 dərəcədə dönə bilir. Yerdə də qoyursun, normal dayanır. İstəsəz belə də qoya bilərsiniz. İstəsəz belə qoy, fərq etməz. Ben bunu həm palatka üçün getirmişim. Üstəlik dəniz kənarı statifimi bağlayacağım buna. Və baş fanarını belə əlavə işıqlandırma üçün istifadə etmirəm. Baş fanarını sırf balıq çıxartanda istifadə edirəm. Bu isə ayaq altını işıqlandırmaq üçün. Yemək yeyəndə mi, nəsə qırmağa bağlayanda mı, baş fanarını o qədər istifadə etmirəm. Məndə belədir. Bu üçün inşallah işıqlandırmaq üçün. Palatka kimi, palatkada istifadə edə bilərsiniz, yox belə. Ayağınız altınızı işıqlandıra bilərsiniz, vaxt yemək yediyiniz yeri işıqlandıra bilərsiniz, gecə nokavkada qalanda yəni. Çəkisi də 370 qramdır bunun. Bu qədər aldığım ləvazimatlarla tanış elədim. Kim istəsə oradan dediyim mağazindən ala bilər. Diqqətinizə görə çox sağ olun.